uşaq o zaman sizin ailədə, məsələn, indi sizdən misal gətirəm, üzr istəyirəm. Məsələn, ailədə o zaman sizin uşağınızın söz demə haqqı yoxdur. Müəyyən məsələlərə demək haqqı yoxdur. Yox, müəyyən məsələ zaten uşağın yanında danışılmamalıdır, əgər bir şeydirsə. Yəni harda yaşanılacaq, avtomobil alınacaqmı? Tamam, bu uşağın yanında zaten danışılmamalıdır. Ana yatırmaq istəyirəm, uşaq deyir ki, hara yatırsan. Tamam. O evdə necə bir problem var? Tamam, işte o kökündən problemli, yəni sınır kural zaten o başqa bir konudur. Bunu keçdim. Amma məsələn normal sınır kural qoyulan bir ailədən uşağın qarışacağı yer var, qarışmayacağı yer var. Tamam, işte qarışmayacağı yer zaten uşağın yanında danışılmamalıdır da. Yəni uşağın məsələn o zaman sizin dediyinizə görə, məsələn siz uşağınıza bir söz haqqı tanımırsınız ki, müəyyən məsələlərə tanımıram. Mən deyirəm vəssalam. Yəni müəyyən məsələyə uşaq qarışa bilməz. Mənlə xüsusi həyat yoldaşımın arasında. Yox, o başqadır, onu dedik ki, ya uşaqdan soruşulacaq şeylər var. Məsələn, uşaq tutaq ki, bir məktəb, məsələn, lisə dönəmidir deyək ki, 9-10 sinif dönəmidir də. Məsələn, o sinifə getmək istəmir ya da nəsə belə bir şey. O zaman siz belə qətiyyən əlinizi vurursunuz ki, sən dediyindən durub. Peşə seçimi ilə bağlı ya da hansı sinif müzakirə oluna bilər. Amma uşaq deyək ki, ana, ata bugün restorana gedir, uşaq orada çox da etiraz eləyə bilməz əgər böyükdülərsə ya da hər hansı bir tədbirə gedirlər ya da hər hansı bir birlikdə qərar veriblər. Xüsusilə bu uşağın bəzən görsən ki, bizim verdiyimiz qərarlar uşağı yaxından, uzaqdan çox da tüklər deməli etkiləmir, yəni təsir eləmir.